şirindir. 2025-ci il yola salırıq. Və budur biz 2026-cı ili qarşılayırıq. Allah'tan arzu edirik ki 2026-cı il xalqımız və bütün dünya üçün sülh, əmin-amanlıq, sağlamlıq dolu bir il olsun. Bəli, biz yeni il qarşılayırıq. Demək, bu cür nə etməliyik? Əlbəttə ki, demək, gülmək, şənlənmək. 2025-ci ili yaxşı yola salıb, 2026-cı ili gözəl qarşılamalıyıq. Və elə buna görə də Xocalı rayon mədəniyyət evində çox maraqlı, əyləncəli, sizlər üçün xoş ovqatlı bayram tədbiri hazırlanmışdır. Bayramınız bir daha mübarək. İstərdim çox danışmadan sözü əyləncəyə, musiqiyə verək. Və ilk olaraq səhnəmizə buyursun Xocalı şəhər 1 nömrəli musiqi məktəbinin müəllimi Məmmədov İsmail. Yaşa Azərbaycan! Sizlərə yenicə tam sağlıqlı, şadlıq, firavanlıq arzulayıram. Mən sizləri deyin gəlin yeninizi necə qarşılarsınız? Qalbiniz, yeninizin simulalatınız ilə təqimizi dəyişdirək. Dünya Azərbaycanlılarına əmrəlik münasibəti, yeni münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək olsun. Hamınızı təbrik edirəm. Allah Teala belə günlərimizdə çox görməsin. Bu günləri həmrəylik günü qeyd edirik. Eylüldə
təzə il bayramını qeyd edirik. Əvvəli günü Ulu Öndər öz sənətləri ilə Azərbaycan xalqı üçün 31 Mart'a təyin etmişdi. Bilirsiniz ki, bu yeni il bayramı təzə il, yəni yanvar ayının biri dünya xristiyan aləmi üçün bir bayramdır. Ancaq baxmayaraq ki, biz bu aləmdə 70 il bir yerdə yaşanıyorlar. Azərbaycanlı müsəlmanlar üçün əsas yeni il bayramı Novruz bayramı təbir edilir. İndi xristiyanların da var özlərinin dini. Ulu Öndər günü bu həmrəylik günü qeyd eləməklə yeni bir kölgələr qoymaq kimi insanların həmin vaxtda öz əziz bayramlarını, həmrəylik bayramlarını qeyd etmək. Bundan üstün hükümünü 31 Mart'a salmışdır. Və bu sərəncamın düzlüyü və doğruluğunu biz 44 günlük müharibədə hiss etdik. Yəni Azərbaycan xalqına həmrəyliyin nə qədər vacib olması, nə qədər önəmli olması, nə qədər insanların dar günündə millətin bir arada olmasını biz onu 44 günlük müharibədə hiss etdik. Lakin o nə qədər bu sərəncamın vacibliyini bir o qədər hiss etməmişdik. O 44 günlük müharibədə ki, bütün dünya Azərbaycanlı, bütün dünyada hər bir ölkədə yaşayan Azərbaycan ki, həmrəyliyini, müharibəyə həmrəyliyini, birliyini göstərdi. Biz həmin sərəncamın nə qədər vacib olduğunu həmin gündə hiss etdik və onda gördük ki, Azərbaycan xalqı həmrəy olmanla, birlik olmanla nəyə deyəsən qadir olardı. Çünki dünya aləmimiz həmin vaxtda Azərbaycan öz aktivliyi ilə, öz fəaliyyəti ilə xalq günlüyü deyədir ki, təcrübələnmişdir. Və bunun nəticəsi olaraq biz haqq səsimizdə qalaraq, haqlı müharibəmizdə, haqlı torpaqlarında azad olmasını, özümüzə qəhrəmanlığını təmin etdik. Bu günləri biz yayınlardakı bayram gününü qeyd edirik. Bayram günü bizim Xocalı rayon ərazisinin Cənab Prezidenti qayıdış proqramı uyğun olaraq bir proqram qeyd olunan vaxtda qeyd olunur. Bilirsiniz ki, Xocalı ərazisi də artıq 2005-ci ildə, 25-ci ilin əvvəlindən qayıdış proqramının qayıtmağa başlayıbdır. Və o keçən illərin 2024-cü ildə Xocalı rayon ərazisi bir abcəkətdə toplaşdırılmayan kompakt vəziyyətdə toplaşdığı ərazidə təzəyi qeyd edilirsə, bugün hal-hazırda işğaldan azad olmuş Xocalı şəhərində 33 ildən sonra Xocalı və işğaldan azad olmuş ərazidə 8 yaşayış məntəqəsində Xocalı sakinləri Xocalının təzəyi yeni il bayramını, həmrəylik bayramını qeyd edirlər. Bu Xocalı şəhəridir, Təzəbinə kəndidir, Daşbulaqdır, Qadaradır, Seyidbəylidir, Alıcadır, ondan sonra Şüşkənddir, Xanyurdu kəndləri. Bu ərazilərdə Azərbaycan əziz Xocalılarımız öz yeni illərini və həmrəylik bayramlarını qeyd edirlər. Bu bizim üçün ən böyük bayram hədiyyəsidir. Biz Xocalılar üçün, biz Azərbaycan xalqı üçün ən böyük bir bayram hədiyyəsidir. Bayram günlərimizi qeyd edirik. Deyirəm, hər bir köşkücülük, yer dəyişmək bir köşkücülük, həmin ərazilərimizdə köçənlərə, əvvəl köçənlərə, hər şey ailədə, evdə, bütün qayğıları yerində olmayan ailələrimiz də var. Ancaq buna baxmayaraq, ən sevindirici haldır ki, biz öz əhalimizin müəyyən hissini işğalın vaxtı, işğallar çıxdığı kəndlərində öz dünyasını dəyişmiş yarısanlıqların yanında, keçmiş obaların uşaqlıqları, həyatının müəyyən hissəsini yaşadıqları obalarında elində öz həmrəylik bayramlarını, öz təzəl bayramlarını qeyd edirlər. Qayışı təmin olunacaqdır. Və yaxud ki, demək istəyirəm ki, yəni 2025-ci ildə Xocalı rayonunun işğal olmuş ərazilərinə 1000 ailənin qayışı təmin olunacaq. Bu 1000 ailənin 200 ailəsi kənar rayonlardan, o Azərbaycanlar yaşamamış kəndlər qayıdanlardan, 800 ailəsi isə Xocalı, təmiz Xocalı sakinlərin qayışı. 800 ailə rayonun əhalinin 20%-ni çəkir. Növbəti ildə də Xocalı rayonundan 1000 ailənin kəndlərə, 250 ailənin Xocalı şəhərinin qayışı nəzərdə tutulur. Yəni, bu növbəti ildə də qayışı edilirlər. Xocalı rayonunda əhalimizin 40%-nin qayışı təmin olunacaqdır. Növbəti, yəni 2026-cı ildə Xocalı şəhərinin ikincisinə başlanacaqdır.
Heydanda Malbəyli kəndi, Şirkə Fərqası var. 2027-ci il mənzəli ki, Xocalı rayonumuzun əhalinin müəyyən qismi 80-90% fahişə təmin olunacaq. Müəyyən qismi qalacaq olar ki, vəkillərdə həyata keçiriləcək. Yəni, belə bir fərqli günlərdə, belə, yəni, gəlin bu rəqəmlər Respublikada ən öndə gedən rayon, köçk fahişələrində ən öndə gedən Xocalı rayon əhalisidir. Və yerlərdə də ki, hamımız gedirsiniz, bayaq dedim ki, hər bir köşkümüzdə müəyyən problemlər var. Ancaq problemi biz yaşaya-yaşaya orada həyatımızı davam etdirəcək və orada quruculuq, abadlıq işlərini həyata keçirəcək. Özümüzdə Cənab Prezident bu gündən orada iş yeri açacaq, əlavə iş yeri açacaq, məşğulluğu təmin edəcək və özümüzün, gələcək nəsillərimizin həmin ərazidəki həyatımızı təmin edəcək. Bu, ən fərqli bir gündür. Bizim Xocalılar üçün ən böyük bayramdır və bu bayramı bu günlər biz qazanmışıq şəhidlərimizin hesabına, qazilərimizin hesabına. Allah da şəhidlərimizə rəhmət edər, qazilərimizə can sağlıq versin. Şəhid ailələrinin həmişə bizi diqqətlə yaşayır. Onlara həmişə öncü yerlərdə yer verilmək borcumuzdur, nə qədər ki, çünki bizə bu fərqli, bu həyəcanı, bu gözəlliyi bizə təmin edən həmin biçimlərdən insanların oldu. Və yenə gəldim ki, bu Azərbaycan xalqının bəyəklərinin ki, həmrəyliyi, Azərbaycan xalqının ordu, xalq birliyi, ordu, xalq komandanlıq birliyi nəticəsində bu həyata keçirilmişdir, baş vermişdir. Və bundakı hamımız oturanların 99%, 100% bu işin içində olub. Çünki həmin günləri deyərlər ki, biz iştirakçı kimi yaşamışıq. Biz kənardan bəzi rayonlarda, kənardan baxan yox, biz burada o həmin günlərin iştirakçı kimi. Həm əziyyətin çəkmişik, həm fəxri yaşamışıq, həm qələbə hissi yaşamışıq. Bundan da güzel bayram məyədir ki, Azərbaycan xalqına heç olmuyor və bu günlər biz bu bayramı qeyd edirik. Bir daha hamımıza bayramı mübarək deyirəm. Allah taladan xalqımıza heç vaxtı həmişə əmin-amanlıq gətirsin, sülh gətirsin. Evlərimizdə, ailəmizdən hamısında bayramımızı təbrik edir. Həqiqətən də çox qürur vericidir. O mənada ki, Cənab Başçımız dediyi kimi, Azərbaycan Respublikası Həmkarlar Təşkilatının bu keçirmiş olduğu müsabiqədə mən heç bir başqa bir yazı yazmamışım. Sadəcə olaraq 44 gün vətən müharibəsində bizim xəstəxana kollektivinin və təbii ki, bizə Cənab Başçımızın şəxsən dəstəyi, köməyi və bütün strukturların, rayonumuzun bütün idarə və təşkilatlarının bizə olan dəstəyi sayəsində gördüyümüz o xəstəxananın zirzəmizdə 44 gündə Azərbaycan ordusunun, zabit və əskərlərlə olan xidmətimizin gördüyümüz o günün reallığını yazmışdım mən və ona görə də çox təşəkkür edirəm ki, mənim bu yazdığım yazını Azərbaycan Respublikası Həmkarlar Təşkilatının üzvləri arasında birinci yerə layiq gördüklərinə görə bütün o əziyyət keçənlərin hər birinə öz təşəkkürümü bildirirəm və mənim üçün çox böyük bir qürurlandırıcı fəxri fərman təşəkkürnamədir. Cənab Başçı, başda siz olmaq şərti ilə sizin dediyiniz kimi artıq biz bir xoşbəxt nəsli ki, öz torpaqlarımızda bu günləri, gözəl günlərimizi qeyd edirik. Ağırlı azlı günlərimiz bu illərdə qalsın. Üzümüzə gələn illərimiz hər birimiz üçün, ailəmiz, bağlarımız, gələcəyimiz üçün xoşbəxt günlər olsun, dövlətimiz üçün xoşbəxt günlər olsun. Allah'tan arz edirəm ki, inşallah 2026-cı ilin son yetim hesabatını biz Xocalı şəhərimizdə, Ali Baş Komandamızın o şəhərdə yaratmış olduğu gözəl o məkanlarımızda, gözəl məsələlərimizdə inşallah xalqımızı xoşbəxt günlərlə birlikdə qeyd edək. Bayramımız mübarək olsun. Allah Teala həmrəylik günümüzü bir daha xoşbəxt günlərlə qeyd edək. Təşəkkür ederim. Evet.